Salam uşaqlar, bizim bugünkü dərsimiz miqyas dərsidir. Miqyas nə deyilir? Ərazinin kiçildilmə dərəcəsini göstərir. Xəritənin legendasının aşağı hissəsində miqyas verilir. Miqyasın 3 növü var: ədədi miqyas, izahlı miqyas və xətti miqyas. Ədədi miqyas bu şəkildə göstərilir. Yəni daha böyük və daha kiçik ədədlər ola bilər. Və bu ədədlərin arxasında 5 dənə sıfır olur. 5 dənə sıfırı biz buradan silirik. Bu deməkdir ki, 1 santimetrdə 200.000 santimetr. Biz bu santimetri kilometrə çevirəndə arxasından 5 sıfır silirik. Yəni 200.000 santimetr 2 kilometr deməkdir. Yəni 1 santimetrdə 2 kilometr var. Bəs yaxşı, bunu xətti miqyasda göstərəndə necə göstəririk? 2 ilə başlayırıq, sonra 0 gəlir və bu aralar hər biri 2-2 artmalıdır. Əgər biz görsək ki, 2-2 yox, 4-4, 5-5 artır, deməli bu xətti miqyas düzgün verilməyib. Həmçinin bizdən 2 kilometr soruşduğu üçün bu hissədə kilometr yazdı. Bura diqqət etmək lazımdır. Əgər metr yazılırsa, deməli bizim cavabımız səhv olacaq. Miqyasın düsturları bu şəkildədir uşaqlar. Həqiqi məsafə bərabərdir xəritədə məsafə vurulsun xəritədə miqyas. Xəritədə məsafəni və həqiqi məsafəni, həmçinin miqyası bu şəkildə kiçiltmə, yəni abreviatura olaraq belə yazırıq. O zaman olur həqiqi məsafə xəritədə məsafə vur xəritədə miqyasa bərabərdir. Müvafiq olaraq xəritədəki miqyas bərabərdir həqiqi məsafə böl xəritədə məsafə, xəritədəki məsafə bərabərdir həqiqi məsafə böl xəritədəki miqyas. Bunu indi məsələlər üzərində izah edək. Məsələn, bizə verilib ki, hər hansı bir bölünsün 100.000 miqyaslı xəritədə, görürsünüz deyək, xəritədə məsafə, yəni xəritədə məsafə bərabərdir 3 sm. Həqiqi məsafəni tapın. Həqiqi məsafəni tapmaq üçün bayaq dediyimiz kimi arxasından 5 dənə sıfır silirik ki, miqyası kilometrə çevirək. Bu da nə olur? 1 santimetrdə 1 kilometr. Biz bunu düstur əsasında da yaza bilərik. Ancaq belə də yaza bilərik. Cavabımız nə olur? 1 kilometr vur 3 bərabər nə? 3 kilometr. Ancaq biz bunu belə də yaza bilərik. Əgər 1 santimetrdə 1 kilometr varsa, onda 3 santimetrdə neçə kilometr olar? Tapdıq nə? 3 kilometr. Bu qaydada tapılır. Uşaqlar bu şəkildə də məsələ verə bilər. Məsələn, deyə bilər ki, düzbucaqlı şəklində əkin sahəsinin xəritədə miqyası 1 bölünsün 500.000 olan hissədə 4 sm uzunluğu, 3 sm eni göstərir. Biz bilirik ki, düzbucaqlının sahəsini necə tapırıq? S bərabərdir AB düsturuyla. İndi isə uyğun olaraq tapaq. Əgər bura xəritə üzərində 3 sm verilibsə, görə həqiqətən neçəyə uyğundur? 1 sm əgər 5 kilometrdirsə, 3 sm-imiz 15 kilometrdir. Bu bizim burada aldığımız cavab. Sonra 4 sm. Əgər 1 sm-də 5 kilometrdirsə, 4 sm-də 20 kilometrdir. Sahəni tapdıqda isə 15-i 20-yə vururuq, cavab eləyir nə? 300 kilometr kvadrat. Uşaqlar, bizə bu şəkildə də məsələ verilə bilər. Gedilən yol həmişə həqiqi məsafəyə bərabərdir. Bunu yadımızda saxlayırıq. Həmçinin gedilən yol düsturunu bilirik ki, S nədir? Gedilən yol bərabərdir sürət vur zaman. Təyyarə deyir 6 saata 9 km/saat sürətlə gedibsə, onun getdiyi yol 1 bölünsün bu qədər miqyaslı xəritədə neçə santimetr olur? Miqyasın arxasında, yəni 2-nin arxasında 5 dənə yox, 7 dənə sıfır var. Ona görə 5-ni silirik, ikisi qalır. Deməli nə olacaq? 1 santimetrimizdə 200 kilometr olacaq. Sonra S bərabərdir VT düsturuna əsasən buradakı 6-nı 900-ə vururuq. Cavab eləyir nə? 5400 kilometr. Bu həm də bizim həqiqi məsafəmizdir. Deməli həqiqi məsafə 5400 kilometrdirsə, xəritədəki miqyas bərabərdir 200-ə. Həqiqi məsafə var, xəritədə miqyas var. Xəritədə məsafəmiz nə olacaq? Həqiqi məsafəni bölürük xəritənin miqyasına, bərabər eləyir nə? 27 sm. Uşaqlar, miqyasın sahə düsturlarında bildiyimiz kimi sahə 2 ölçülüdür. Ona görə burada kvadrat və kökdən istifadə edəcəyik. Həqiqi sahə bərabərdir xəritədə sahə vurulsun miqyas kəmiyyətinin kvadratı. Xəritədə sahə bərabərdir həqiqi sahə bölünsün miqyasın kvadratı. Ancaq miqyas bərabər olur həqiqi sahəni xəritədə sahəyə kök altında bölürük. Miqyasın kəmiyyəti uşaqlar heç vaxt kvadratla verilmir. Ona görə də həmişə sahə düsturlarına, yəni sahə məsələləri veriləndə bizdən miqyas soruşularsa onu kökə salıb tapırıq. Uşaqlar, miqyasın sahə düsturlarına əsasən bir məsələyə baxaq. Deməli, bizə verib ki, müəyyən bir gölün və yaxud hansısa bir ərazinin sahəsi 144 kilometrin kvadratıdır. Xəritədə sahəmizdə 4 sm kvadratı verilib. Gəlin görək miqyas nəyə bərabərdir? Bayaq da qeyd etdiyimiz kimi miqyas nəyə bərabərdir? Həqiqi sahəni bölürük xəritədə sahəyə. Deməli, kök altında böldük. Cavab nə idi? 144-ü 4-ə böləndə kökdə 36. Bəzən uşaqlar 36-nı olduğu kimi saxlayır, ancaq kök altına salmaq lazımdır. 36 kökdən nə çıxır? 6. Olacaq nə? Miqyas bərabərdir 6 kilometr. Yəni izahlı miqyas desə 1 sm-də 6 kilometr, ədədi miqyas desə xəritədə miqyasımız bərabərdir 1 bölünsün 600.000 santimetr və bunun arxasından 5 dənə sıfır siləndə kilometri tapmış oluruq. Miqyas məsələlərində generalizasiya kimi termindən də istifadə olunur. Generalizasiya ümumiləşmə deməkdir. Miqyasın kəmiyyəti artdıqca generalizasiya da artır. Yəni arasında düz mütənasib asılılıq var. Burada kəmiyyəti ifadəsinə diqqət yetirək. Deməli burada 1 bölünsün 500.000 miqyas 1 sm-də 5 kilometr. Burada isə 1 bölünsün 5 milyon miqyas 1 sm-də 50 kilometr məsafəni əhatə edir. Hansının içərisinə, yəni 1 sm xəritədə tutduğu sahəni göstərir və bizim xəritəmizdə 1 sm 50 kilometr məsafə və 5 kilometr məsafə uyğun gəlir. Hansında generalizasiya daha çox? Yəni hansı xəritəyə daha çox ərazi sığdırmışıq? Təbii ki, 1 bölünsün 50 kilometr. Deməli burada generalizasiya ən böyük kəmiyyəti olan ədəddə necə olacaq? Ən çox olacaq. Burada isə ən az.